2010-cu ildə Hummer'in istehsalı və satışı tamamilə dayandırılır və bununla da bir vaxtlar bütün dünyanın diqqəti mərkəzində olan bu avtomobil rəsmi olaraq tarixə qarışır. Bu sonluq səs-küylü olmur və böyük elanlarla müşahidə edilmir. Əksinə, hər şey sakit şəkildə baş verir və sanki bu brend gündəlik həyatın içindən tədricən silinir və bu səssizlik hekayəni daha da təsirli edir. Çünki ən böyük simvollar bəzən ən sakit şəkildə yox olur. Amma bu hekayə burada bitmir, çünki bəzi ideyalar tamamilə yox olmur. Onlar sadəcə dəyişir və zaman keçdikcə yeni şəraitə uyğunlaşaraq yenidən ortaya çıxır. İllər keçir və avtomobil sənayesində qaydalar dəyişir, çünki artıq əsas istiqamət elektrik enerjisi və ekoloji yanaşma olur və məhz bu mərhələdə Hummer adı yenidən gündəmə gəlir. Lakin bu dəfə tamamilə fərqli formada. Yeni model artıq daxili yanma mühərriki ilə işləyən ağır avtomobil deyil. Elektrik enerjisi ilə hərəkət edən və texnoloji cəhətdən daha inkişaf etmiş bir sistemdir. Və bu dönüş avtomobil tarixində ən ironik dəyişikliklərdən biri hesab olunur. Çünki bir vaxtlar yüksək yanacaq sərfiyyatının simvolu olan bir brend indi yaşıl enerji anlayışı ilə geri qayıdır. Bu dönüşün maraqlı tərəfi ondadır ki, hələ illər əvvəl Arnold Schwarzenegger öz şəxsi Hummer modellərindən birini elektrik mühərrikinə çevirmişdi. Və bu addım sanki bu dəyişimin mümkün olduğunu əvvəlcədən göstərən bir siqnal idi. Yeni Hummer artıq fərqli bir güc anlayışını təqdim edir və məsələn Crab-Walk funksiyası vasitəsilə avtomobil diaqonal hərəkət edə bilir. Eyni anda bütün təkərlər dönərək dar məkanlarda qeyri-adi manevr imkanı yaradır və bu artıq əvvəlki anlayışdan tamamilə fərqli bir yanaşmadır. Amma bütün bu dəyişikliklərə baxmayaraq əsas sual açıq qalır. Çünki formanın dəyişməsi hər zaman mahiyyətin dəyişməsi demək deyil və bu halda əsas məsələ avtomobilin özü yox, onu qəbul edən insanların düşüncə tərzidir. Çünki texnologiya dəyişə bilər, yanaşma dəyişə bilər, amma ideya eyni qalırsa, bu sadəcə yeni formada geri qayıdır. Və bəlkə də bu hekayənin ən dərin məqamı məhz budur ki, Hummer heç vaxt sadəcə avtomobil olmayıb. O bir dövrün düşüncə tərzinin simvolu olub və həmin düşüncə dəyişəndə o da dəyişmə məcburiyyətində qalıb.